Peşəkar biznes mühitində hansı proqram təminatlarını bilmək üstünlük sayılır? Məsələn, adamlar baxır vakansiyaya, iş mühitinə yeni atılır, Power BI görür, AutoCAD görür, Excel görür. Məsələn, onlar ola bilər tələbəlik dövründən bu adlar onlara biraz yaxındır, ofis proqramları. Amma onlar Power BI falan bilmirlər də. Hardan başlasınlar? Necə başlasınlar burada? Vakansiyada əgər iminli Power BI bilikləri, SQL, data analitika və s. qoyulubsa, demək ki, orada ciddi bir data var və onu emal edəcəklər. İndi bizim bu yoldaş, tələbəmiz, gəncimiz o Power BI-in nə olduğunu ilk dəfə eşidirsə, bu o demək ki, artıq o gecikib. O gecikib və artıq onun rəqibləri o Power BI ilə bağlı çoxdan müraciət edib. Yəni, tövsiyəmiz odur ki, birinci kursdan, ikinci kursdan vakansiyalara baxın, görün nə istəyirlər. Yəni, onu gəlib, məzun olub, əskərlikdən gələndən sonra baxmaq lazımdır. Onu elə birinci kursdan baxmaq lazım ki, məndən nə istəyirlər. Çıxardırsınız siyahı ki, bax, mən gedib olmaq istəyirəm maliyyəçi. Gör, burada nə yazılıb? ACA yazılıb, F3 yazılıb və yaxud da nəyəm, hansısa bir hesabatlıq istəyir. Excel-də dashboard deyirlər, düzəltmək lazım. Dashboard nə olan şeydir? Gir yaz Google-a, gör dashboard nədir? Power BI nədir? SQL serverindən hansısa bir əməliyyat, data analitika. Bu sözlər açar sözlərdir. Araşdırın. Dünya aləmdə doludur məlumat. Gördünüz ki, filan məsələ ilə bağlı, aha, belə bir şey var. Data analitika. Aha, data analitikanın içinə girəndə filan məsələlər var. Gedir bunun kökü harda dayanır? Bunun kökü gedir çıxır birinci primitiv Excel biliklərini. Deməli, mən hardan başlamalıyam? Gedib Power BI-ı sıfırdan birbaşa öyrənmək olmur. Bunun üçün daha aşağı etaplardan başlamaq lazımdır. Gəlin, siz həyatınızın birinci kursu, ikinci rübünü həsr eləyin ofis proqramlarının öyrənilməsinə və xüsusilə də oradakı Excel-ə. Ondan sonra Excel-in içində analitika, data analitika tərəfləri, orada hansısa bir dashboardda, pivot table, sadə bir şey. Bunu yaradandan sonra artıq o qapılar sizə açılacaq. İndi birbaşa demək olmur hansı proqramı öyrənmək lazımdır. Amma mən elə başa düşürəm ki, bir insan Excel-də öz düşündüyü hesabatı yaradıb, oradan avtomatlaşdırmaya gətirib çıxara bilirsə, onun öyrənə bilməyəcəyi bir proqram yoxdur. Çünki o bir məntiqdir, o bir alqoritmadır, o bir fəlsəfədir. Bunu beyninə otuzduran bir yoldaş, necə ki, riyaziyyat elmlərinin şahıdır, mən elə başa düşürəm ki, proqramların şahıdır Excel-dir. Excel-i bilən hər şeydə yavaş-yavaş öz başını çıxara biləcək.